Azərbaycan mətbəxinin ən dadlı təamlarından olan bozbaş hazırlayırıq. Bozbaş bütün evlərdə ən çox hazırlanan yemək. Bozbaş hazırlamaq üçün ilk öncə qəşəng yağlı ət, eyni zamanda sümüklü ətdən daha çox istifadə olunur. Sadəcə olaraq bizdə evdə nə var, onu istifadə edirik. Ət ilk öncə qaynadılır. Qaynatdıqdan sonra soğan edilir. Soğanı mən biraz çox edirəm. Bozbaş hazırlamaq təbii ki, hər kəs hazırlaya bilir, amma bəzi insanların hazırladığı dad tamamilə başqa cür olur. Bu dadın əsas səbəbi onun çox qovrulmasında və vamoda bişməsində. Qaynadılmış əti soğanla bir yerdə mən təxminən 20 dəqiqə müddətində qovururam. 20 dəqiqə qovurduqdan sonra üzərinə doğradığım kartofları əlavə edəcəm. Kartofu da 10 dəqiqə müddətində qovururam. Bu zaman kəsiyində ocağın altı minimum dərəcə çox aşağı olmalıdır. Burada üzərinə duz, istiot, sarı kök və tomat pastası əlavə edib qarışdırıram. Mən burada tomat pastasından çox istifadə etmişəm. Siz bu qədər istifadə etməyin. Tomatı əlavə etdikdən sonra 10 dəqiqə müddətində vamoda qovurduqdan sonra üzərinə çıxacaq qədər su əlavə edib, yəni ətin öz suyunu əlavə edirəm və qaynamağa qoyuram. Təxminən 1 saat müddətində vamoda qaynadıram. İnanın, dadı çox mükəmməl olur. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik abunə olmağı unutmayaq.